لكل جعلنا منكم شرعة ومنهاجا. İndi bax, indi kim salır da sələfi olmayanları, sələfiyyə salan kim? Deyirlər dairənin böyüdür. Dairəsən, yəni görürsən ki, deyilən ittihamlar özlərinin daha çox olur ki, dairəni böyüdənlər kimlərdir? Əlhamdülillah biz yəni dairəni daraltmırıq da, böyütmürük də, yəni orta yoldur. Orta yoldur. Yəni orta yolda qalmaq da yəni çətindir. İbn Qayyim rahimehullah deyir ki, elə bir yəni əmir, Allah Təala əmrlərinin elə biri yoxdur ki, orada şeytana iki nəzğəsi olmasın, iki vəsvəsəsi olmasın. Ya insan ifrata vardırır, ya təfrid. Yəni çalışır ki, insan orta yolda qalmır. Bax, bütün məsələlərdə var ha. Bu var. Bütün nə qədər məsələ fikrinə gətirsən, ehtiyatdan tutmuş, digər davranışların özündə də nə var? İki zidd tərəf var, bir də orta yol var. Orta yolda şəriətin tələb etdiyi. Elhamdülillah, yəni gətirilsinlər dəlillə, sübutla ki, yəni bu insan xavaricdir, hökm verilsin, ondan sonra yəni biz salırıqsa qınaya bilərlər. Elhamdülillah, yəni biz xavaric olan bir insanı sələfiyyə salmır. Amma ola bilər insan böhtanla kiməsə xavaric damğası vururlar. Başqa məsələ. Aydın mı? Ola bilər sən görürsənsə xavaric, mən görmürəm onu. Yəni ola bilər fikirlər var, məsələn fikir var uyğun olmayan. Hər məsələn fikrə düşən onun sahibi olurmu? Məsələn necə ki məsələn ki, leysə Şeyx Əlbani qayda olaraq gətirir. Leysə kullu men vaqa fil kufri vaqa'al kufru alayhi. Yəni hər küfrə düşən küfr onun üzərinə düşmür. Sən deməyin ki, məsələn, sənin bax bu əməlin küfürdür. Bu problem yoxdur. Bir də var sən kafir təpədən dırnağa qədər onu peşətdamağın. Və həmçinin leysə kullu men vaqa fil bid'ati vaqa'atil bid'atu alayhi. Və hər bidətə düşəndə bidət onun üzərinə düşmür. Sən məsələn bax bu fikir, bu söz, bu əməl bidətdir. Amma bir də var bidətçi. Yəni bunlar hamısı yəni ağır hökmlər. Ona insan dilini qorumalıdır. Buxari rahimehullah hansı ki haqqı da var idi. Hədis yığırdı. Yəni ravilər haqqında danışma, amma yenə o qeybətdən, o şeylərdən qorxaraq, görsən bəzən insan haqqında deyərdi ki, fihi nazar. Ona görə alimlər gətirir ki, Buxarinin bu sözü o deməkdir ki, yəni o adamdan heç nə götürmür. Cərh olundu. Cərh eləyir, amma gözəl üslubda. Fihi nazar. Yəni onda belə deyək mülahizə var. Amma deməli o yalan, hansı ki bəlkə də yalancıdır. Yalanla ittiham olunandır. Amma yəni qorxurdu. Qorxurdu ki, bu savablarını itirə bilər. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Ətədrun əməlil muflis." Bilirsiniz müflis kimdir? Və sahabelər deyirlər ki, ya Rasulullah bizə görə dinarı və dirhamı olmayandır. Yəni yoxsul adam da deyir, yoxdur, əsl müflis o adamdır ki, qiyamət günü dağlar qədər savablarla gələcəkdir. Dağlar qədər namaz, oruc, həcc, digər əməllər, amma kimisini söyüb, təhqir edib, kimisinə böhtan atıb, böhtan. Və kimisini qanını axıdıb. Və onlar gələcək bir-bir və savablarından veriləcəkdir. Və savabları qurtaracaq, hələ sıra var, uzun bir sıra var. Və onların günahları buna yüklənərək cəhənnəmə atılacaqdır. Əsl müflis odur. Allah qorusun.